Dostlar, necəsiz? Ümidvaram ki, hər biriniz yaxşısınız. Kanalıma xoş gəlmisiniz. Bu kanalımı bugün yaratmışam və bildirmək istəyirəm ki, bu kanalda sizlərə bütün fənlərdən sınaq və test tapşırıqları haqqında yüksək səviyyəli izahlar təqdim edəcəm. Çox ümid bəsləyirəm ki, inşallah videolarımı bəyənərsiniz, mənə abunə olarsınız. Mən də baxıb sevinərəm. Bugünkü verəcəyim test izahı 13 aprel 2025 tarixində 9-cu siniflərin buraxılış imtahanından ingilis dili fənni üzrə qrammatika suallarına baxacağıq. Və hər birinin yüksək səviyyəli izahı ilə sizləri tanış edəcəm. Və bir məqamda bildirmək istəyirəm ki, hər videom və hər testləri izah etdikcə orada sualların biclik yollarını tez bir zamanda necə vaxt qazana bilərik? Biz bilirsiniz ki, biz abituriyentlər vaxtla yarışırıq və həmin vaxta qalib gəlməyin yollarını, sirlərini sizə tək-tək öyrədəcəm. Gəlin onun üçün son izahı ilə tanış olaq. Exhibition sözünün tərcüməsi sərgi deməkdir. Desert sözünün tərcüməsi yemək anlamına gəlir. Desire sözünün tərcüməsi isə arzu, xəyaldır. Gəlin definitionlarına baxaq. A strong wish to have or to do something. Nəsə bir güclü arzu ki, sənə çox istəyirsən. Bu olacaq desire. Sweet food eaten and the end of a meal. Şirin bir qida ki, sən onu yemək kimi qəbul edirsən. Bu olacaq dessert. Yemək. A public show of art or other things. İctimai bir, belə deyim ki, göstəriş, yəni nümayiş etdirmək kimi incəsənəti və yaxud da digər şeylər sən nümayiş etdirirsən, insanlara göstərirsən, təqdim edirsən. Bu olacaq exhibition, sərgi. Gəlin indi görək cavablar nə oldu. Deməli, birinci sözümüzün cavabı olacaq C, ikinci sözümüzün cavabı olacaq B. Çünki gördüyünüz kimi meal var, burada yemək. Desire sözünün mənası oldu. Arzu, burada da olacaq wish. Wish, desire sözünün sinonimidir. Qeyd götürməyi unutmayın. Deməli, cavabımız oldu C, B, A. B variantı. Keçdik 14-cü suala. 14-cü sual definition sualıdır. Definitionları yazmaq üçün, yüksək səviyyədə yazmaq üçün və hər yazdığımız zaman düzlərin sayının çox olması üçün təbii ki, söz öyrənməliyik. Belə deyim, ingilis dilinin bünövrəsi sözdür. Əgər sənin bünövrən yaxşıdırsa, ingilis dilindən çox yaxşı olacaq. Gəlin sözün tərcüməsi ilə tanış olaq. The person who is a head of a school. Deməli, şəxs kim ki, məktəbin başıdır. Yəni, məktəbin rəhbəridir. Bu hər birimizə tanışdır. Təbii ki, direktor. Cavab olacaq A variantı. Digər sözlərin tərcüməsi ilə tanış olaq. Spy casusdur. Hairdresser, saç ustası, yəni bərbər. Lawyer, hüquqşünas, and operator da operator. Gəlin 15-ci sualın izahı ilə tanış olaq. 15-ci sual burada last month gördükcə bu oldu zaman. Yəni tense form. Zamandırsa əgər, biz hardan bilək ki, yəni bu hansı zamandır? Təbii ki, Gülnarə Umudovada olan açarları öyrənməklə. Sizə yəni ümumiyyətlə ingilis dilindən tövsiyə edəcəyim test tapşırıqları Gülnarə Umudova, daha sonra Nərgiz Nəcəf, İnci Baxşəlinin kitabını, belə deyim ki, test kitabını alıb istifadə edə bilərsiniz. Ən çox Gülnarə Umudova, belə deyim ki, çox faydalı kitabdır. Mən də ondan istifadə edirəm. Last month, last keçmiş zamandır. Keçmiş zamanda olduğu üçün are atırıq. Çünki are spending indiki davam edici zamandadır. Təbii ki, cəm formatda. Will spend, gələcək zaman uzlaşmır. Have spent, indiki bitmiş uzlaşmır. Did spend, bu bizim tamamilə doğru variantımızdır. Do, indiki zamandadır. Cavabımız oldu D variantı. Əgər bu izah etdiyim suallarla bağlı nəsə anlamadığınız məqamlar olarsa, rəylərdə bildirməyi unutmayın. 16-cı suala keçək. I like trousers. Mən şalvarları xoşlayıram. Deməli, trousers burada cəmdədir. Və burada but var. Bir qarşılaşdırma bağlacımız bizə təqdim olunub.
Trousers cəmdədir. Color, rəng sözü də təkdədir. Deməli, biz bilməliyik ki, bu sual ümumiyyətlə ingilis dilinin pronoun bölməsinin sualıdır və özü də qarışıq bir formatda verilib. Yəni yəni hansı mənada işarə əvəzlikləri ilə belə deyim ki, digər əvəzliklər, yəni ki, aslı əvəzliklər, müstəqil əvəzliklər qarışdırılıb. Bu da şagirdin bilik səviyyəsini yoxlamaq üçün təbii ki, təqdim olunub. Gəlin sualımızda açıq-aydın izah verək. Deməli, this tək işarə əvəzliyidir. Biz bilirik ki, this, that tək işarə əvəzliyidir. Yəni tək işarə əvəzliyi plus tək xəbər plus tək isim. Bu düsturu qeyd etməyi unutmayın dostlar. Keçək B variant. This cəm. Doğru. Hələ ki birinci tərəfdən saxlayaq. This doğru. Those doğru. This yanlış. Biz bilirik ki, this, that tək işarə əvəzliyidir. B ilə C-dən bəs fikirləşirsiniz ki, B, C, D variantlarında mən hardan bilim ki, mən bunlardan hansını seçim? Çox qərarsız qalmışım. Heç də qərarsız qalmağa dəyməz. Bu zaman tərcüməyə müraciət edirik. Belə ki, I like trousers. Mən şalvarları sevirəm, yəni xoşlayıram. But I don't like. Ancaq mən onların rəngini sevmirəm. Şalvarları sevir, ancaq onun rənglərini sevmir. Yəni, burada söhbət şalvardan gedir. Yəni, şalvarın rəngindən gedir. Şalvarın rəngindən getdiyi üçün it's olmayacaq. Cavabımız olacaq C variantı, əziz dostlar. Baxaq 17-ci sualla. 17-ci sualda opposite meaning, yəni əks mənalı sözləri seçməyimizi soruşur. Opposite sözünün digər mənası üzbəüz deməkdir. Ancaq əgər biz test işləyiriksə, burada bizə opposite'ın əks məna bildirdiyi çox vacib bir məqamdır, nüansdır, belə deyək. Opposite deməli, burada Azərbaycan dilində desək antonimdir. Antonimləri seçməliyik. Gəlin sözlərin tərcüməsinə tanış olaq. Gördüyünüz kimi, hələ ki 17-ci sual kimi gəlmişik, 13-dən 17-yə kimi. Və burada 2 dənə sual bizə məhz tərcümə əsasında verilib. Təbii ki, definition'ı burada saymıram, çünki definition ayrı bir, belə deyim ki, sual tapşırığı kimi təqdim olunur. Sırf test tapşırığında söz üçün 2 dənə sual verilib. Deməli, A variantına baxsaq, to enter, to visit. To enter daxil olmaq, visit baş çəkmək və yaxud da səfər etmək olmayacaq. To begin, başlamaq, to start. Bunlar sinonimdir, ancaq bizə antonim tələb edir. To agree, razılaşmaq, to accept, qəbul etmək, xeyr. To see, görmək, to hear, eşitmək heç bir əlaqəsi yoxdur. Təbii ki, to forget, unutmaq, to remember, xatırlamaq. Bunlar birə-bir tamamilə dolğun formatda antonimdir. Keçək 18-ci suala. 18-ci sual conjunction bölməsi. Conjunction bölməsi ingilis dilinin geniş bir bölməsi olan bağlayıcı bölməsidir. Gəlin 18-ci sualın izahıyla tanış olaq. Əvvəlcə variantlarla işləmək istəyirəm. Ən son məqamda isə tərcüməyə əl atacağım. Əgər görsəm ki, 2 variant arasında qalıram, təbii ki, o zaman. Aha, neither nor tamamilə doğrudur. Both or yox, both and qeyd etməyi unutmayın. Not only, but also getdi. Neither nor yox, neither or. Neither nor yox, neither or yox, daha doğrusu nor olmalıydı. Y variantı getdi. Cavabımız gördüyünüz kimi düstur əsasında A variantı. Bu qədər sadə. 19-cu sualın izahıyla tanış olaq. Choose the correct option. Düzgün variantı seçəcəyik. Bu, ingilis dilinin məşhur bölmələrindən biri olan və hər bir imtahanı da düşən qəbula, belə deyim ki, buraxılış imtahanlarına düşən, qəbul deyəndə, yəni buraxılış imtahanı nəzərdə tutdum, buraxılış imtahanlarına düşən test tapşırığıdır, yəni sualdır. Agreement. Agreementdə biz nöqtələrdən sonra gələn ismə baxırıq. Nə zaman ki, orada sözün istifadə olunur. Əgər sözün olsaydı, biz sözündən əvvələ baxacaqdıq. Courses cəmdədir. Cəmdə olduğu üçün biz ona cəm xəbər verəcəyik. Cavabımız olacaq 2, 3, yəni B variantı. Bu qədər saydı. Əgər hər hansı bu izah elədiyim suallardan bir sualınız varsa,
Yenə də deyirəm, rəylərdə bildirməyi unutmayın. Baxaq 20-ci sualın izahı ilə. 20-ci sual bizə passive voice, yəni məchul növ. Bu da sınaqların, testlərin, buraxılış imtahanlarının, sınaqların olmazsa olmazıdır. Passive voice məchul növ. Məchul növdə biz mübtədanı variantların hər birindən atmalıyıq. Yəni mübtəda olmamalıdır, konkret. Mübtədanı atdıq, gördüyünüz kimi cümlə tamamlıqla başlamalıdır. Yəni his, suitcase. Stole feili keçmiş zamandadır. İndiki zamanı steal, stole, stolen. Əgər bilmirsinizsə qeyd etməyi unutmayın. Daha sonra əsas fokuslanırıq keçmiş zamanda olan feil. Keçmiş zamandadırsa feilimiz keçmiş zaman feili axtaracağıq. Is stolen. Yox. Nəyə görə? Çünki is indiki zamandadır. Biz halbuki keçmiş zaman axtarırıq. Olmayacaq. C variantı olmur. Ona görə ki, stolen indiki bitmiş zamandadır. O heç bir zaman olmaz. Çünki bizə keçmiş zaman lazımdır. D variantını onsuz da atmışıq. Çünki mübtəda ilə başlamışdı. Burada was stolen bizim tamamilə doğru və dolğun cavabımızdır. Bəs deyirsiniz ki, A variantı sənin gözündən qaçdı. Niyə A variantını biz izah eləmədin? Təbii ki, qaçmadı. Onu özüm ən sona saxladım ki, sizə bir bicliyi, yəni bir qeydi bildirmək istəyirəm ki, was əgər keçmiş zaman feilidirsə, onun yanında binin nə işi var axı? Bin heç bir zaman olmaz. Bin nə zaman olur bilirsiniz? C variantının digər səhvi də odur. Əgər cümlədə indiki zaman varsa, indiki zaman olanda has been stolen olaraq qayıtmalı idi passive voice-də. Cavabımız oldu Y variantı. Əgər bu sualda kim qaranlıq qaldısa, təbii ki, şərtləri yazmağı unutmasın. Səbə-səbə izah edəcəm. 21-ci sualınızla ilə tanış olaq. Deməli, deyir ki, nə deyir burada? Mən görüşdüm köhnə dostumla. Burada gördüyünüz kimi friend dost sözüdür, old köhnə qədim sözüdür. Friend sözü dostdur və tək də işləndiyi üçün biz onun qarşısına e və yaxud da ən artiklı qoyacaq. Bəs hardan bilim ki, ora mən e artiklı qoymalıyım, yoxsa ən artiklı qoymalıyam? Ona görə ki, əgər sizin nöqtənin yanında olan sözünüz side səslə başlayarsa, ən qoyacaqsınız. Əgər samit səslə başlayarsa, e qoyacaqsınız. Təbii ki, bu dediklərimi videonu dayandırıb qeyd etməyi unutmayın. İnanın ki, sizə imtahanda çox kömək olacaq. Deməli, site ilə başladığı üçün biz bura site verə bilmərik və yaxud da samit verə bilmərik. Samit verməliyik. Ən. Digər tərəfdə də in, de olmalıdır. Ona görə ki, çünki bunlar belə deyim ki, sözünlərdir, prepositionlardır. Sözünlər həmişə Z artiklı işlənirlər əksəriyyət halında. Gəlin 22-ci sualın izahı ilə tanış olaq. 22-ci sualda bizdən deməli prepositiondur, yəni sözünüdür. Biz sözünü tapmaq üçün bu sözünü bildiyimiz kimi məzunların imtahanında da sözünü tərcüməli formatda düşmüşdü. Eynilə bu gün olan 9-ların imtahanında da tərcüməli formatda düşüb. Belə ki, make late. Make uzandı, the bed yatağına. Təbii ki, yatağının altına uzanmaz ki, və yaxud da yatağının belə deyim ki, kənarına uzanmaz ki, yatağının üstünə uzanlar da elə deyil məntiqlə. Yatağın üzərinə uzandığı üçün olacaq təbii ki, bu qədər sadə bir izahla tapdıq. Gəlin 23-cü sualı araşdıraq. 23-cü sual tag-question bölməsidir. Tag-question bölməsində belədir ki, əgər sənin nöqtədən əvvəlki cümlən hansı zamandadırsa və yaxud da hansı belə deyim ki, yəni təsdiqlidirsə, inkardadırsa, onun əksini götürüb sual verəcəksən. Deməli, have. Have əgər təkdədirsə, yəni təkdədir deyəndə nəyi nəzərdə tuturam? Yəni yanında heç bir feili yoxdursa, biz o zaman onun sualını do ilə, does-la verəcəyik. Əgər have-dirsə və yaxud da has-dirsə. Əgər have, misal üçün, got verərsə və yaxud da have plus bir keçmiş zamanda olan feil verilərsə, biz o zaman have-in özünü götürəcəyik və yaxud has-in özünü götürəcəyik.
o zaman olur əsas feil. Ancaq indi köməkçidir. Köməkçidir deyə ona do ilə cavab verəcəyik. Doesn't-a görə verə bilmərik ki, çünki have-dir. O zaman does verərik ki, biz o has olsun. Təbii ki, dear da cəmdədir deyə hardan bildin sevinç cəm olduğunu? Çünki xəbərin cəmdir. Və bizim düzgün cavabımız olacaq don't it olmaz, have da olmaz. Biz dedik ki, have özü tək olanda heç bir zaman have gəlmir. Eyniliklə have to olanda da, have tək başına olanda da heç bir zaman özünə gələ bilməz. Doesn't və burada it olmaz, ilə does da olmaz. Don't da bizim doğru variantımızdır, have da gəlməz. Əgər izah etdiyim suallarla bağlı, yenə də deyirəm, nəsə bir probleminiz, sualınız olarsa, anlamadığınız bir məqam olarsa, şərhlərdə qeyd etməyi unutmayın. 24-cü sualın izahı ilə tanış olaq. Deməli, 24-cü sualda bizə təqdim olunub ki, modal verbləri seçir. Modal verb mənim ən çox sevdiyim bölümlərdən biridir. Tərcümə tələb etsə də, həqiqətən çox sevdiyim bir bölmədir. Deməli, I don't think you. Deyir ki, mən bunun haqqında heç nə bilmirəm. Yəni, ümumiyyətlə, heç bir fikrim yoxdur. Gördüyünüz kimi, əvvəlcə cümlədə to var. To varsa, biz əvvəlcə B variantını alırıq. Çünki haven't, to olmaz. Üstün xətt deyin. Qeydətlərinizi yazın, üstün xətt deyin. Should to ilə işlənməz. Should, need, can, keçmişi, could to ilə işləmir. Gülnarəni, əgər yadınızdan çıxıbsa, Gülnarə Umudovanı açın, baxın, təkrar edin. İmtahana bir şey qalmayıb. Əgər yüksək yazmaq istəyirsinizsə, çoxluca təkrar etməlisiniz. Deməli, won't be able to. Sizə təkrar edin. Won't be able to. Won't able to know. Won't be able to olmalıdır. Will be able to bizim doğru cavabımızdır. Bəs yenəyə görə olmaz. Will be able to olmalıydı. Y variantda getdi, bizim düzgün cavabımız olur D variantı. 25-ci sualda bizə deyir ki, 25-ci sualda sinonimləri seç. Gördüyünüz kimi həm antonim verib sualda, həm də sinonim verib. Gedin açın Gülnarə Umudovanı, sinonimi, antonimi təkrar edin. Sinonimi gəlindi, sözlərin tərcüməsi ilə tanış olaq. Correct, düzgün, doğru. True, doğru. Biri götürəcəyik, çünki sinonimdir. Empty, boş, crowded, basa-bas, izdihamlı, bunlar antonimdir. Different, müxtəlif, same, eyni. Bunlar da antonimdir. Same sinonimi similar, similar, similar. Bunu da qeyd etməyi unutmayın. Daha sonra elegant, cəlbedici, elegant, zərif. Təbii ki, attractive sözünün tərcüməsi də cəlbedici deməkdir. Attractive sözünün sinonimi charming. O da cəlbedici deməkdir. Cavabımız oldu 1 və 4 əziz dostlar. Beləliklə videomuzun sonuna yaxınlaşdıq. Əgər videomu bəyəndinizsə, abunə olmağı, like etməyi unutmayın. Əgər izah etdiyim suallardan hər hansı bir hissəsinə başa düşmədiyiniz bir məqam olarsa, şərhlərə qeyd etməyi unutmayın. Sevə-sevə izah edəcəm. Sağ olun, salamat qalın. Növbəti video izahlarımızda görüşənədək.